Həc mənasikinin təliminin proqramı İslam İnqilabının ali məqamlı rəhbəri Ayətullahul Üzma Hacı Seyyid Əli Hüseyni Xamneyinin fətvaları əsasında. Bu təlim proqramının mündəricatı: 1. Həcc təməttüsünün ehramı ilə bağlı hökm və məsələlərin izahı, ehramın zamanı, ehramın məkanı, ehramın keyfiyyəti. 2. Həcc təməttüsünün ehramının vacib əməlləri ilə bağlı hökm və məsələlərin izahı. Mehriban və bağışlayan Allahın adı ilə. Əməllərin birinci hissəsini, yəni təməttü ümrənin əməllərini başa çatdırdıq. Bir neçə gündə Məkkədə qaldıq. Bu günlər də başa çatdı və indi yenidən əməllərin ikinci qismini, yəni təməttü həcci yerinə yetirmək üçün ehram bağlamalıyıq. Təməttü ümrənin əməllərinə ehramla başladığımız kimi, təməttü həccin əməllərinə də ehramla başlamalıyıq. Həcc ehramı ilə bağlı 3 əsas məsələyə diqqət yetirilməsi lazımdır. Birincisi ehramın vaxtı, İkincisi ehramın məkanı və üçüncüsü isə ehramın bağlanma formasıdır. Yəni həcc üçün nə zaman, harada və necə möhrim olmalıyıq? Ehramın vaxtı təməttü ümrənin əməlləri başa çatdıqdan sonradır. Lakin bunun Zilhiccə ayının 8-ci günü olması müstəhəbdir. Zilhiccənin 8-ci gününə tərvih günü deyirlər. 9-cu gün Ərəfə günü, 10-cu gün isə Qurban bayramıdır. Müstəhəbdir ki, tərvih günü, yəni Zilhiccənin 8-ci günü həcc ehramını bağlayıb həccin əməllərini yerinə yetirməyə başlayaq. Hazırda Zilhiccənin 8-ci günü axşama doğrudur. Zilhiccənin 8-ci gününə tərvih günü deyirlər. Bu gün hacılar əməllərin ikinci qismini, yəni təməttü həccin əməllərini yerinə yetirmək üçün hazırlaşırlar. Bu əməllər də ehramla başlayır. Biz Məkkə şəhərində təməttü həccin ehramını bağlayıb Ərəfətdə vüquf üçün oraya yola düşürük. Belə ki, sabah Ərəfə günüdür. Ərəfə günü günortadan məğribə qədər ardıcıllıqla yerinə yetirməli olduğumuz əməllər bunlardır. Ərəfətdə vüqufdan sonra Məşərül Həramda vüquf, Qurban bayramı gecəsi və daha sonra Qurban bayramı günü, Minada Əqəbə cəmərəsini daşlamaq, qurbanlıq, başı qırxmaq və ya təqsir. Qurban bayramı ilə əlaqədar olan bu 3 əməli icra edəndən sonra Zilhiccənin 11-ci və 12-ci gecələrini Minada Beytüdə keçiririk. Bu da həccin əməllərindən biridir. Yəni gecə oyaq qalmaq, 11-ci və 12-ci günlərdə cəməratı da daşlayırıq və bundan sonra, yəni 12-ci günün günortasından sonra Məkkənin əməllərini yerinə yetirmək üçün yenidən Məkkəyə qayıdırıq. Bu əməllər isə həcc təvafı, həcc təvafının namazı, Səfa və Mərvə arasında səy, Nisa təvafından və Nisa təvafının namazından ibarətdir. Hərçənd bunları, yəni Məkkə əməlləri, yaxud Minadan sonraki əməlləri Qurban bayramı günü Minanın əməllərindən sonra, yaxud sonraki günlər, yəni 11-ci və 12-ci günlərdə yerinə yetirə bilsəniz daha yaxşıdır. Lakin bunu edə bilməsəniz, Minadan döndükdən sonra Zilhiccə ayının axırına qədər həmin əməlləri yerinə yetirmək üçün fürsət var. Beləliklə, təməttü həccin əməllərinə ehramla başlayırıq. Ləbbeyk, Allahümmə ləbbeyk, لبيك لا شريك لك لبيك إن الحمد والنعمة لك والملك لا شريك لك لبيك. Demək, həcc ehramının vaxtını da müəyyən etdik. Lakin kimsə, misal üçün Zilhiccənin 7-si, 6-sı və 5-ci günü də ehram bağlasa, bunun heç bir maneəsi yoxdur və ehramı düzdür. Lakin həmin şəxs ehramda qalmalıdır. Yaxud Zilhiccənin 9-u səhər ehram bağlayıb Ərəfata yollanıbsa və günortadan əvvəl ora çatıbsa, yenə də heç bir problem yoxdur və əməlləri düzdür. Həcc ehramının bağlandığı məkan Məkkə şəhəridir. Yəni Məkkə şəhərində möhrim olmalıyıq. Məkkənin hər hansı bir yeri, yəni qaldığımız evdə, yaxud otelin özündəcə ehram bağlaya bilərik. Bunda heç bir problem yoxdur. Hərçənd ehram üçün Məscidül Hərama getməyimiz daha yaxşıdır. Bəzən Zilhiccənin 8-i adam çox olur, Məscidül Hərama getmək çətinləşir. Buna görə də həcc ehramı üçün elə otelin içindəcə möhrim olmağımızda heç bir maneə yoxdur. Deməli, həcc ehramı məhz Məkkə şəhərində bağlanmalıdır. Qədim və yeni Məkkə arasında, yəni Peyğəmbər sallallahu əleyhi və alihi və səlləmin dövründən Məkkənin tərkib hissəsi sayılan yerlərlə
sonradan şəhərə artırılmış, bu günümüzdə Məkkənin bir hissəsi sayılan ərazilər arasında bu baxımdan fərq yoxdur. Ehramın necə bağlanması? Həcc ehramının yerinə yetirilmə tərzinə görə təməttü ümrənin ehramından heç nə ilə fərqlənmir. Həcc ehramının vacibatı da 3-dür. Ehram libası geymək, niyyət və ləbbeyk demək. Yalnız niyyətdə fərq var. Yəni təməttü ümrədə təməttü ümrənin ehramını bağlamaq və təməttü ümrənin əməllərinə başlamaq niyyəti ilə möhrum olurduqsa, indi bunu təməttü həccin ehramı və təməttü həccin əməllərinə başlamaq niyyəti ilə edirik. Fərq yalnız bundadır. Yəni orada müstəhəb olan burada müstəhəbdir. Orada vacib olan, yəni təməttü ümrənin ehramında vacib sayılan hər şey həccin ehramında da vacibdir. Həcc ehramından əvvəl də müstəhəb ehram quslu almaq müstəhəbdir. Burada zəvvarlar artıq Məkkə şəhərinin özündə müstəhəb quslu alırlar və həmçinin imkan olsa müstəhəbdir ki, vacib namazdan sonra, misal üçün zöhr yaxud əsr namazından ya müstəhəb ehram namazından sonraki ümumilikdə 6 rükətdir, 3 dəfə 2 rükətli ehram namazı yaxud ən azından 2 rükət ehram namazı qılmaq müstəhəbdir. Ondan sonra möhrim oluruq. Bu namaz qılınmasa, yaxud müstəhəb qusul alınmasa belə ehram düzgündür. Beləliklə, ehram libasını geyinirik. Gördüyünüz kimi bəylər əyinlərindəki bütün tikişli libaslarını çıxarıb, yalnız 2 hissədən ibarət tikişsiz libas geyinirlər. Hazırda bu məqsədlə bir qayda olaraq məhrabalardan istifadə olunur. Xanımlara xüsusi ehram libası, yəni 2 hissədən ibarət olan tikişsiz libas geyinmək lazım deyil. Xanımlar öz gündəlik paltarlarında möhrum ola bilərlər. Hərçənd onlar da bir qayda olaraq ehram üçün ağ rəngli ehram libası hazırlayırlar. Lakin xanımların ehram libasının əsas şərti budur ki, namaz qılanın libasının şərtlərinə cavab versin. Bu şərtlər sırasına paltarın pak olması, mübah olması da daxildir. Lakin eyni zamanda xanımların ehram libası xalis ipəkdən olmamalıdır. Təməttü həccin ehramı niyyəti ilə ehram libası geyib, ləbbeyk deyir və təməttü həccin digər əməllərini yerinə yetirməyə hazırlaşır. Ləbbeyk, Allahümmə ləbbeyk, ləbbeyk, la şərikə ləkə ləbbeyk. İnnəl həmdə, Təməttü ümrədə olduğu kimi, burada da ləbbeyk zikrini təkrarlamaq müstəhəbdir. Həcc barədə yazılmış kitablarda tövsiyə olunmuş bir sıra ləbbeyklər də var. Onları oxuyun. Lakin əgər onları bilmir, özünüzlə belə bir kitab gətirməmişsinizsə, 4 məşhur ləbbeyki, yəni ləbbeyk, Allahümmə ləbbeyk, ləbbeyk, la şərikə ləkə ləbbeyk, İnnəl həmdə və ni'mətə zikrini deyin. Hətta bu son hissəsini də bilməsəniz, həmin 4 ləbbeyki təkrar edin. Hətta bu 4-ünü də xatırlamırıqsa, ləbbeyk, Allahümmə ləbbeyk deyə bilərik. Bu zikri ərəfə günü günortaya qədər təkrarlamaq müstəhəbdir. Günorta olduqda isə, yəni Zilhiccənin 9-cu günü günorta vaxtı artıq ləbbeyk deməməliyik. Yəni Ərafatda vüqufda olarkən artıq ləbbeyk demək olmaz. Təməttü həccin ehramı ilə təməttü ümrənin ehramı arasındakı cüz'i fərq budur. Təməttü ümrənin ehramında biz miqatda ehram bağlayıb Məkkəyə sarı yola düşəndə ləbbeyk zikrini bacardığımız qədər təkrarlamağımız müstəhəb idi və Məkkə şəhərinə yaxınlaşanda, Məkkə şəhərinin evləri gözə dəyəndə buyurublar ki, artıq ləbbeyk zikrini dayandırmaq lazımdır. Bu zaman ləbbeyk deyilməməlidir. Həcc ehramında isə bu qayda ərəfə günü günortaya qədərdir. Bəli, artıq ehram bağlamışıq. Ərafatda vüqufu yerinə yetirmək üçün hazırlaşıb Ərafata yola düşməliyik. Həcc əməllərindən ikincisini, yəni Ərafatda vüqufu yerinə yetirmək üçün hazırlaşıb Ərafata yola düşməliyik. Bugün Zilhiccənin 9-udur. Bura isə Ərafat səhrasıdır. Dəyərli hacılarımızın həccin vacibatlarından daha birini, yəni Ərafatda vüqufu yerinə yetirmək üçün bura gəldiyini görürsünüz. Və bilirik ki, təməttü həccin əməllərindən ikincisi Ərafatda vüqufdur. Vüqufla bağlı 3 əsaslı məsələni qeyd etmək lazımdır. Belə ki, bunlardan biri vüqufun mənası, ikincisi vüqufun məkanı və üçüncüsü isə vüqufun vaxtı barəsindədir. Vüquf hər hansı bir məkanda olmaq mənasındadır.
Yəni Ərafatda vüquf dedikdə biz təməttü həccin əməllərindən biri kimi Ərafat səhrasında olmalıyıq və bu müqəddəs məkanda olmaqdan başqa bizə heç bir şey vacib deyil. Hərçənd Ərəfə günü və Ərafatda vüqufun bir çox müstəhəb əməlləri var və həmin əməlləri orada yerinə yetirə bilsək çox gözəl olar və savabı da olduqca böyükdür. Belə ki, həmin gün, yəni Ərəfə günü olduqca mühüm bir gündür və bu məkanda böyük əhəmiyyət kəsb edən bir məkandır. Elə ehram halı da olduqca mənəvi və xüsusi bir haldır. Vüqufun yerinə gəlincə isə qeyd edim ki, vüqufun məkanı, yəni hududları müəyyən olan və hazırda sarı rəngli tablolarla işarələnmiş Ərəfat səhrasıdır. Ərəfata kənardan yaxınlaşdıqda səhranın başlanğıcında tablonun üzərində Bidayətül Ərəfat, yəni Ərəfat səhrasının başlanğıcı və Nəhayətül Ərəfat, yəni Ərəfatın qurtaracağı sözləri yazılmışdır. Vüquf zamanı biz bu hududlar daxilində olmalı və kənara çıxmamalıyıq. Həmçinin axşam Ərəfatı tərk edəndə də bu hududları əsr vaxtından tez keçməməliyik. Nisbətən uzaqda olan bir kərvan yola düşmək üçün yerindən tərpənsə də, məğrib azanından əvvəl bu hududlardan keçib Ərəfatdan çıxmamalıdır. Üzürlü səbəbi olan və burada kifayət qədər qala bilməyən şəxslər, misal üçün xəstəxanada yatan, rukun qismində vüqufu yerinə yetirmək üçün bir anlıq belə olsun, Ərəfat səhrasına gətirilmiş xəstələr istisnadır. Ərəfatda vüquf həccin rukunu sayılan vacibatlarındandır. Tərk olunması və naibə həvalə edilməsinə icazə verilmir. Yəni insan özü xəstə olsa, tənbəllik etsə, yaxud gücü çatmasa belə Ərəfatda vüquf üçün başqa bir şəxsi özünə naib tuta bilməz və bunun üçün həmin şəxsin özünü gətirməlidirlər. Adətən belə şəxsləri bircə anlıq belə olsun vüquf üçün Ərəfata gətirirlər. Vüqufun vaxtı isə Ərəfə gününün zöhründən məğrib azanına qədərdir. Zilhiccənin 9-u, yəni elə bu gün biz zöhrdən məğribə qədər təməttü həccin əməllərindən birini icra etmək üçün burada qalmalıyıq. Bu bir ibadət olduğu üçün, həmçinin həccin əməlləri sırasına aid olduğu üçün qəsdi qürbətlə və vüquf qəsdi ilə yerinə yetirilməlidir. Bura gələn insanların bu yerin Ərəfat olduğunu, burada olmağın həccin əməllərindən biri olduğunu bilməsi elə niyyətdir. Yəni dildə demələrinə ehtiyac yoxdur. Hətta əvvəlcədən də zöhrdən məğribə qədər təməttü həccin əməllərindən biri kimi qurbətən iləllah niyyəti ilə burada olmağı qərara alsalar, məqsədləri məhz bu olsa kifayətdir. Zöhr anında bu məsələyə diqqət yetirməsələr belə, əvvəlcədən məqsədləri bu olduğuna görə heç bir maneəsi yoxdur. Bu məkana gəlib burada olmaq vacibdir. Yəni biz bu müddət ərzində Ərəfatda olmalıyıq və burada iştirak etməkdən başqa bizə heç bir şey vacib deyil. Ərəfatda hökmən ayaq üstə durmağımız, oturmağımız, yaxud oyaq qalmağımız da lazım deyil. Vaxtın bir hissəsini yatsaq da heç bir problem yoxdur. Lakin Ərəfatda vüqufun bir çox müstəhəb əməlləri var. Ərəfatda vüqufun bir çox ənənələri var. Ərəfə gününə xas olan o qədər dua və ənənələr var ki, hətta bu günün oruç tutulması müstəhəb sayılan günlər sırasında olmasına baxmayaraq belə buyururlar. İnsan oruç tutsa, lakin fiziki zəiflik ucbatından Ərəfə gününün dualarını oxumaqdan məhrum olub, onları oxuya bilməsə, oruç tutmayıb bu günün dualarını oxumağı daha yaxşıdır. Ərəfə günü Ərəfatda olanların bəxtəvər başına. Rəvayətlərimizdə var ki, Qədr günü günahları bağışlanmamış şəxsin il boyu əfv olunmasına heç bir güman yoxdur. Yalnız Ərəfə günü Ərəfatda olmaqdan başqa. Həmin gün Ərəfatda olub tövsiyə edilən çoxlu dua və zikirlər oxumaq, İmam Hüseyn əleyhissalamın və İmam Səccad əleyhissalamın məşhur dualarını oxumaq bu əzəmətli günün və bu müqəddəs məkanın müstəhəb əməllərindən və ənənələrindəndir. Ərəfat günahların bağışlandığı bir məkan olduğu üçün burada tövbə və istiğfar etmək lazımdır. Bəli, Ərəfə günü Ərəfatda olanların xoşhalına. Bugün Ərəfə gününün axşamıdır və yavaş-yavaş məğrib azanına hazırlaşırıq. Artıq hacılar da yığışıb Ərəfatdan yola düşməyə və təməttü həccin vacib əməllərindən digər birini, yəni Məşərül Hərəmdə vüqufu yerinə yetirmək üçün Məşərül Hərəma yaxud Müzdəlifəyə getməyə hazırlaşırlar. Məğrib azanından sonra biz buradan hərəkət edib bu tərəfə, yəni Məşərül Hərəma yaxud Müzdəlifəyə yola düşürük. Müzdəlifənin də hududları müəyyən olunub. Burada da hududları göstərən tablolar asılıb. Bu tərəfdən gedəndə əvvəlcə tabloların üzərində Bidayətül Müzdəlifə, yəni Müzdəlifənin başlanğıcı, içəri tərəfdən asılmış tablolarda isə Nəhayətül Müzdəlifə, yəni Müzdəlifənin qutaracağı sözləri yazılıb. Müzdəlifəyə daxil olandan sonra bu gecəni Allaha itaət etmək məqsədi ilə burada qalırıq və sübh azanından gün doğana qədər Məşərül Hərəmdə vüquf qurbətən iləllah qəsdi ilə təməttü həccin əməllərindən birini yerinə yetirmək üçün oradayıq.
Əvvəlcədən niyyətimiz bu gecəni orada qalmaq və sübh azanından gün doğana qədər orada vüquf etmək, yəni həmin yerdə olmaqdırsa, bu elə niyyətdir və dildə nə isə deməyə ehtiyac yoxdur. Hətta əgər azan vaxtı buna diqqət yetirməsək, yaxud yatmış olsaq da, əvvəldə ürəyimizdə tutduğumuz məqsədlə və niyyətlə burada olmağımız kifayətdir. Sabah səhər isə gün doğandan sonra Məş'ərül Həramdan Minaya doğru yola düşəcəyik. Buranın da özünə məxsus ənənələri və müstəhəbbatı var. O cümlədən Allahı zikr etmək. Misal üçün, Allahu Əkbər, La ilahə illallah, Subhanallah zikirləri demək Məş'ərül Həramda vüqufun qəbul edilmiş ənənələrindən və müstəhəb əməllərindəndir. Məş'ərül Həramın ənənələrindən və müstəhəblərindən biri də sabah, biri gün və ondan sonraki gün, yəni Qurban Bayramı günü, 11-ci və 12-ci günlərdə cəmərələrə atmaq üçün xırda daşlar toplamaqdır. Bu daşları Məş'ərül Həramda toplamağımız müstəhəbdir. Bu müstəhəb olsa da, daşları Məkkədə yaxud Məş'ərül Həramda toplamağın heç bir maneəsi yoxdur. Məş'ərül Həramda ətrafımızda xırda daşların çox olduğu bir yerdə dayansaq, imkan olsa bu müstəhəbbə əməl edib kiçik daşlar toplayacağıq. İmkan olsa deməyimizin səbəbi budur ki, bəzi yollar hər iki tərəfdən bağlı olur və başqa bir yerə getmək mümkün olmur. Hətta Məkkə şəhərindən də toplasaq müşkülü yoxdur. Qeyd etdik ki, Məş'ərül Həramda vüqufun vaxtı sübh azanından gün doğana qədərdir. Lakin bəzi şəxslər istisnadır və onlar bundan əvvəl, yəni sübh azanından öncə Məş'ərül Həramda vüquflarını yerinə yetirib Minaya sarı gedə bilərlər. Həmin şəxslərin sırasına xanımlar da mütləq şəkildə aid olunur. Xanımlar gənc, yaşlı, burada qalmaqda üzrlü olub olmamaqlarından asılı olmayaraq, Məş'ərül Hərama daxil olan kimi vüquf niyyəti ilə bircə anlıq orada qalsalar və sonra Məş'ərül Həramdan geçsələr, onlar üçün heç bir maneəsi yoxdur. Həmçinin yaşlı, zəif, xəstə insanlar əgər gecə yarısından qabaq Məş'ərül Hərama gəlsələr və vüquf niyyəti ilə hətta bir ləhzə orada qalıb sonra geçsələr, heç bir problem yoxdur. Və bayram gününün sübhü, gün doğandan sonra Minanın əməllərini yerinə yetirmək üçün yola düşüb ora getməliyik. Qurban bayramı günü Minanın əməlləri bunlardan ibarətdir. Əqəbə cəmərəsini daşlamaq, qurban kəsmək, başı qırxmaq yaxud təqsir etmək. Digər bölümdəki proqramımızda Qurban Bayramı gününə və Mina torpağına aid olan bu üç vacib əməlin hökmlərini də sizlər üçün qeyd edəcəyik. Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun.